Salam əziz dostlar, mənim bilirsiniz ki bir layihəm var. Ətalətdən uzaq, işıqlı insanlar sorağında. Artıq neçə müddətdir ki mən bu layihəni çəkmişəm və bizim Göyçayın çox dəyərli ziyalıları ilə çəkilişlər eləmişəm. Artıq bir neçə ildir bu davam eləyir və bu günləri mənim çox hörmət elədiyim və mən deyərəm ki Göyçayın yaşayan əfsanəsi, çox görkəmli bir şəxsiyyət və əməkdar müəllim, deməli riyaziyyat müəllimi olmuş Yasin Cəfərovla bir yerdəyik. Yasin mən xoş gördük. Xoş gün olsun. Necəsiniz? Çox yaxşı. Sizi gördüm, laf şad oldum. O cavanlığım yadıma düşdü. Bəli. O mən laf körəltdin məni. Çox sağ ol. Əlbəttə bu doğma məktəbdə gəlib qarşısında dayanmaq, məsələn sizlə görüşmək mənim üçün bu böyük fəxrdir. Bu məktəbdə mən 1978-ci ildən bəri dərs dedim. 40 il bu məktəbdə çalışmışam. Neçənci ilə kimi dediniz Yasin müəllim? Demək 2022-ci ilə qədər, 1978-dən 2022-ci ilə qədər mən burada dərs demişəm. Sonra da indi pensiya yaşım çatdı. Getdim məsələn deyək ki, evdə tələbə artıq repetitor dövrü başladı. Bəli, o da başladı. Yasin müəllim bir məqama toxunum ki, bu günlərim deməli bu il Yasin müəllimin 70 illiyi oldu. Evet. Və mən elə fikirləşirəm ki, bizim bu çəkdiyimiz bu qısa filmdə Yasin müəllimin 70 illiyinə həsr olunur və həm də insanlarda bir həsrət var idi ki, Yasin müəllim görünmür. Ona görə də bax gəlmişik, elə buradan 5 nömrəli məktəbin bizim dəhliz görünür, hə Yasin müəllim? Bəli, dəhliz. Və burada o qədər olub ki, bax Yasin müəllim burada dayanıb və otağı da səhv oraydı. Solda ikinci otaq. Hə. İndi o vaxt təbii ki, indi dəyişilib də, o vaxtlar başqa idi, rənglər, qapının rəngi də başqa idi və o uşaqlıq bütün o xatirələr istəyirəm toxunum. Deməli bir dəfə burada bir şotçik var idi, dəmiri var idi və ora gələn gedən uşaqlar hamısı belə vururdular və həmişə də Yasin müəllim bizi yaxalayırdı və bir-iki dəfə də Yasin müəllim məni də tutmuşdu, onu mən vurduğum yerdə və onun da cəzalandırma metodu var idi və yavaşca bir insanın başının arxasından vururdu ki, yəni onu etmək olmaz, səs mane olursan dərsə. Yasin müəllim yadınıza gəlirdi o. O illər hamısı yadımdadır. Bu anlar mən yadıma saldı. Əlbəttə, bu məktəb mənim üçün doğmadır, əzizdir. Həm də bu məktəb mənim vaxtilə sinif rəhbəri olduğum Kərim Əhmədin adını daşıyır, şəhid. Bəli. Əlbəttə. Ruhu şad olsun. Ruhu şad olsun, əlbəttə. Əlbəttə, burada mən deməli 42 il dərs demişəm. Demək, indiyə kimi 1276 nəfər tələbəm ali məktəblərə qəbul olunub. Onların da 28 nəfəri mənim ardıcılımdır, riyaziyyat müəllimidir. 28 nəfər riyaziyyatdan dərs deyir. Bəziləri burada, Bakıda, biraz var xaricdədir. Türkiyədə olan var, Amerikada olan var. Onlar hamısı bizim fəxrimizdir. Həmin şagirdlərdir. Mən istəyirəm bir haşiyə çıxım deyim ki, Yasin müəllim o qədər tələbatlı bir müəllim idi ki, mən deyirəm ki, Göyçayda həqiqətən bir nömrəli riyaziyyat müəllimi hesab olunurdu və tək bunu mən demirəm, insanlar bunu etiraf edə bilərlər və nəinki Yasin müəllim yanına hazırlığa gələn insanlar tək 5 nömrədən deyildi, elə əksəriyyəti digər məktəblərdən gəlirdilər. Elədir, belə. Çünki onlar mənim üçün əzizdir, doğmadır. Mən əlbəttə özümdən daxilən rahat oluram ki, o yanıma gələn uşaqlar istəyir məktəbimizin başqa görürsən imkansız olublar və ya da ata-anasını itiriblər. Onları mən Allah rızası üçün həmişə məşq olmuşam. Yəni onlar da həmişə başımızın tacı olublar. Yüksək səviyyədə uşaqlar da qəbul olunublar. Hamı da imkanı olmayanların həmişə kömək eləmişəm. Mən bir dənə qalan olub daxilən. Çünki bəli. Mən imkanı yoxdur da, imkanı yoxdur. Mən onlardan həmişə onlardan məşğul olmuşam. İndinin özündə də deyirəm ki, kim imkanı yoxdur və ya da valideyni itiribsə, həvəsi var, şəhid ailəsi hamısı ilə məşğulam. Görürüm ki, onlar mənə daha yaxşı təsir edir. O daxilən onlarda məndə mənəvi rahatçılıq əmələ gəlir. Məsələn, bizim sinifin uşaqları yanınıza gəlir. Əlbəttə. Bəzilərini tanıyırsınız? Bəziləri tanıyıram, əlbəttə. Biri sənin qardaşın Turandır, bu dəqiqə fəxrimizdir, ASTV-də istəyir, məsələn, şöbə müdiridir. Sonra Kamran Göyçaylıdır. Turan Bankın direktorudur. Digər banklarda işləyən Turan banklarda var, əlbəttə var. Hamısında maliyyə şöbəsi işləyən var, vergidə işləyən var. Çox yerlərdə şagirdlərim çoxdur. Onlarla mən fərqləyirəm. Onlar mənim elə ki, keçmişimdir. Həm də gələcəyə bir baxışçı da var. Çox gözəl deyirəm. Yasin müəllim, istəyirəm biraz xatirələrə toxunum. Mənim üçün xatirələr çox vacibdir və Yasin müəllim tələbələr, demək, şagirdlərə qarşı onun xüsusi bir metodu var idi və əgər yaxşı dərsə hazırlamamısansa, nadinclik eləmisənsə, cəza metodu var idi və o metod nə idi?
deməli orada silgi olurdu lövhənin yanında və Yasin müəllim deyirdi ki, sən dərsi hazırlamamısan, dur ayağa, get bu silgini, bizim məktəbdə də arx keçir, indi də keçir deyəsən. Bəli, keçir. Hə, deyir ki, get bu silgini arxda yu, gəl lövhəni sil. Və deməli, demək olar ki, əksəriyyətimizin başına o iş gəlmişdi. Düz deyirsən. Yasin müəllim, o metod mənə gəlir ki, ən yaxşı cəza metodu. Biri var, uşağı döyəsən. Əlbəttə. Sonra uşaq var ki, hamı riyaziyyatçı ola bilməz ki. O da var, təbii ki. Sonra eləsi var, bilmirdi. Həndəsədən fiqurları deyirəm ki, bunların yolunu göstərəm ki, düzəldin, gətirin, sizə qiymət yazsam. Görüm o fiqurlar düzəldən sonra onlarda riyaziyyata həvəs yaranırdı. Həmin o fiqurlar, həndəs fiqurı yenə də durur kabinetdə. Saxlayıblar orada. Burada arxivdə var o. Arxivdə var, hamısı var. Həndəs fiqurlar. Yəni uşağın gərək uşağı bilirsən sevəsən də, öz balan kimi sevəsən. Əgər sən öz balan kimi uşaqları, şagirdləri sevmirsənsə, onda səndə müəllim olmaz. Mən hələ çox deyirəm ki, müəllimlik nədir? Müəllimlikdə məsələn o dərsdən çıxandan sonra sənin üzündə xoş təbəssüm yaranırsa və uşaqların üzündə sənə qarşı mehribançılıq yaranırsa, müəllim sağ olun, o mənim üçün ən böyük şərəfdir ki, gördüm ki, şagirdlərimiz üzündə mehribançılıq yarandı, mənə qarşı təşəkkür hissi yarandı. Onu da bilirəm ki, həmin gün yaşayırdım mən. Ki, uşaqların sifətində o hissləri görürdüm mən. Əlbəttə. Yasin bir də Yasin mənim deməli o həndəsə fiqurlardan danışdı. Deməli, əgər sən dərsi yaxşı hazırlamamısansa, məsələn, sənə deyir ki, get düzbucaqlı parapet, prizmadır. Onu düzəlt. Onu düzəlt o deməkdir ki, bu artıq işgəncədir də. Yəni sən otursan ki, mən bunu necə düzəltməliyəm? Kley tapmalıyam, kağız tapmalıyam. Kəsməliyəm hamısını. Elə olur ki, yeri gələndə valideynlər də cəlb edirdi. Özü düzəldə bilmir, valideynlər köməkləşib. O fiqurlar həmişə sizin orada razı bildim. Bəli, orada həmişə sərgilərdə birinci yer tuturdu. Bir 50 qədər fiqur vardı. Yasin müəllim, neçənci ildə əməkdar müəllim adını almısınız? 2004-cü ildə. 2004-cü ildə. 2004-cü ildə, amma mən 90-cı illərdə də yadıma gəlir ki, Təhsil Nazirliyi sənəsə müşavirəsi olmuşdu. 1985-ci ildə demək baş müəllim adını təyin 1987-də metodist müəllim, 1989-da ali kateqoriya. Son 2004-də oldu. 97-98-ci illərdə nəsə olmuşdu. Olmuşdu. Çünki biz yalnız gəlir ki, siz orada çıxdınız. Mən orada deməndə o Respublika pedaqoji mühazirələrdə qalib olmuşam mən. Həmin illərdə pedaqoji mühazirədə riyaziyyatdan qalib olmuşam. Bəli. Ona görə də orada çıxışlar edirdik. Müəllimənin qarşısında yoldaşlarla çıxış edirdik. O günlər çox yaxşı günlər idi, yaş xatirələr. Çox qaynar bir dövr idi. Mən yadıma 90-cı illər çətin dövr olsa da, biz elə ki, məktəbdə bir işıq tapırdıq, bir sevgi tapırdıq. Müəllimlərlə bir doğmalıq var idi. Və istəyirəm ki, buradan məktəb görünür. Məktəbin, Yasin müəllim, biraz yaxın ola bilərsiniz. Buyur. Və deməli, bir məsələ var. Yasin müəllim zavç idi. Abdurrahman Yasir, bəli. Hə, sizə hansısa bir il oldu mən. Təlim məsələlərində. Bəli, deməli, oldu mən. Hər dəfə dərs başlamadan öncə biz məktəbdə həyətə yığışırdıq və orada birinci himn səslənirdi, sonra gimnastika belə bir şeylər var idi. Və bir dəfə belə bir şey oldu. Demək, himn səslənirdi. Himn elə bir şey ki, ali bir məqamdır. Himn səslənəndə orada demək 2 dənə uşaq nadincil elədi. Deyəsən Orxan idi, Fərhad bu uşaqlar bizdən aşağı siniflərdi. Və orada o kadr mənim indi yadıma düşəndə o qədər güdürəm həmişə. Demək, bunlar da danışırlar, dayanmadan danışırlar öz aralarında. Yasin mənim də ortada dayanıb, bunların səsini eşidir, o hamı eşidir. Yəni orada himn gedir, hamı da belə. Bir də Yasin mənim dedi ki, bir dəqiqə üzr istəyirəm, saxlayın, himni saxlayın. Özə o vaxtlar mənim qardaşım da, mən də Yasin mənim biraz parodiya eləməyə çalışır. Onun səsi biraz həlimidir deyə. Dedi ki, zəhmət olmasa himni saxlayın, himn saxlanıldı. Yasin mənim baxdı bunlara, vurdu bunlara, deyir ki, bu uşaqları faşist kimi qırmaq lazımdır. Biz güldük onunla. Yəni, əslində orada məna var idi. Yəni, sən burada himn səslənir. Bəlkə də onlara bir dərs oldu ki, himndə, və ondan sonra himn məqamında hamı sakit yanardı. Və ən böyük tənqid idi ki, faşist kimi qırmaq. Çünki nəyə görə? Sən elə bir şeyə hörmətsizlik eləmisənsə, demək bu o bərabərdə öşdü Yasin müəllim. Çox maraqlı bir tənqid metodu idi əslində. Yasin müəllim, yazıda gəlirmi? Yadımız onlar yadıma gəlir, yadıma saldınız, əlbəttə çox metodlar olub. Yasin müəllim metodları çox idi. Çox var. Çox da uşaqlarla, valideynlərlə görüşürdük, evlərinə gedirdik. Çətin tərbiyə olmuş uşaqlarla dil tapırdıq. Əsas olaraq ki, onları tənqid eləməklə, düz yola dəvət etməklə, əlbəttə görürsən ki, onlar əsl insan olurlar. Hətta əsas insan olmaqdır.
Bəli. Əsasən. Bir dənə də deməli mən o xatirələr yanına düşür. İstəyirəm ki, Yasin mənimlə bir yerdə xatırlayaq onu. Deməli həmişə məktəbdə aşağı qiymət alanlar, iki alanlar. Elə ki, məktəbdə nə hadisə baş verirsə, elə həmişə günahkar əslində onlar bilinir. Bəlkə də 5 alandır, bəlkə də səbəbkar, hə Yasin müəllim. Deməli bir dəfə nəsə məktəbdə fişəng nəsə atıblar. Dəhşətli bir panika yaranıb məktəbdə. Yasin müəllim axtarır ki, onu kim eləyib. Bizdə də Ramizi salamlayıram bizim sinifdə. Hə, deməli biraz zəif oxuyan o idi və 2 alırdı da. Yasin müəllim deyir ki, Ramiz, indi hamı sual verir Yasin müəllim. O deyir ki, mən bilmirəm. Bilən də var, amma adını çəkmirlər. Kimsə kimir. Yasin müəllim deyir ki, bəs Ramiz, sən bilərsən bəlkə bu fişəngi kim atmışdı? O deyir ki, mən bilmirəm axı. Yasin müəllim də deyir ki, yox, sən bilmirsənsə deməli sən özünsən. Həm də nəyə ki, burada bir pis oxuma faktoru da var. Hə, o da elə bir özün, elə bir ki, boynuna aldı. Əslində o deyildi. Əlbəttə. Hə, nəsə bu həmişə belə olur ki, ümumiyyətlə hətta o biri Yasin müəllim də demişdi ki, bəzən deyir bir mənfi hadisə baş verir. Hamı deyir 2 alan üstünə düşür. Halbuki deyir 5 alan eləyib məsələsi olur. Belə məqamlar olur, hə Yasin? Əlbəttə, məktəbdə o 2 alan üstünə şagirdlər biz həmişə baxlamışıq. Onlar həmişə sənət məktəbini yönətmişik. İndi onlar hamısı Göyçayımızda çox xeyirxah insanlar olublar. Müxtəlif sahələrdə deyək ki, bütün Göyçay ailəsinə kömək edirlər. Söhbət indi qurtarmaqdan getmir ki, yaxşı insan, yaxşı sənətkar olmaq biz onları o yola götürmüşük. Texniki peşə məktəblərinə. İndi həmin o şagirdlərindən çoxsu həmişə bəlkə də o 5 alanlardan çox onlar mənə çox hörmət edirlər bu dəqiqə. Yəni bu fərqi yoxdur. Yəni insan özünün istedadı olar, savadlı dünya görüşü olar. Yasin müəllim, siz özünüz hansı məktəb bitirmisiniz? Mən özüm 8 il 4 saylı məktəbdə oxumuşam. 2 ildə 3 nömrəli məktəb. 9 il orada oxumuşam. Azərbaycan sektorunda birinci buraxılış biz olmuşuq Rus məktəbində. Yasin müəllim, bu riyaziyyata maraq nə vaxt yaranıb sizdə? Riyaziyyat elə aşağı siniflərdən yarandı. 4 saylı məktəbdə oxuyarkən. Onda yəni yaxşı riyaziyyatçı bilirdiniz ha? Onda məsələn deyək ki, ancaq bütün həyatımı riyaziyyata həsr edirdim də. Görüm ki, müəllim 20 dənə misal məsələ verirsə, mən gedib əlavə məsələ misal axtarırdım. Və ya da düz yox, çətin günlərimiz çox olub. Bir də görsəm valideyn 10 qəpik 20 qəpik pul verir, aparıb fiyatı xərclədim, onu xərcləmirdim. Yığırdım, bir kitab alırdım. Gedib kitabxanadan riyaziyyat kitabları alırdım ki, ondan istifadə edək. Bəs siz gələcəkdə sırf riyaziyyat müəllimi olacağınızı düşünürdünüz o vaxt, yoxsa? Yox, bəli, ondan əvvəldən fikirləşdim ki, mən planladım ki, riyaziyyat müəllimi olacağam. Çünki onları mən özümə duyurdum ki, uşaqlara qarşı mehribançılıq, uşaqlara həssaslıq, özlərində işləmək. İndinin özündə də mən gündə 1 saat yarım özümdə işləyirəm. O çətin məsələ misalları, yeni çıxan kitablar yoxdur. Bəli, onlarla işləyirəm ki, yeni yollar, yeni üsul axtarıram ki, şagirdlərə o yolu aşılayım. Nə gözəl. Yasin müəllim, bəs bədii ədəbiyyata marağınız varmı ümumiyyətlə? Sevirsinizmi başqa sahələrin müəlliflərin kitablarını, yazıçıların kitablarını oxumaq? Bəli. Mən məsələn deyək ki, o vaxt İlyas Əfəndiyevin kitablarını oxuyurdum. Cəfər Cabbarlının əsərlərini oxuyurdum, klassiklərimizdən. Bəli. Məsələn, deyək ki, məsələn bu dəqiqə məsələn elə vəziyyət yaranıb ki, mən ancaq televiziyada o Mədəd kanalını izləyirəm. Bəli. Orada Mədəniyyət kanalı, ictimai kanaldır. İctimai kanaldır. Bunlarda çox yüksək bilək ki, verilişlər gedir. Tərbiyəli. Bəli, istəyir ovqat verilişi olsun, istəyir başqa verilişlər və hətta muğam festivalı keçirilir. Mən onlara nəfəs alıram. Baxıram ki, 7 nəfər deyək ki, çıxdı, finala çıxdı. Bilirəm ki, bu 7 rəqəm mənim ən müqəddəs rəqəmimdir. Çünki 7-dir, bəli. Mən özüm demək 7 nəvəm var, məsələn deyək ki. Maşallah. Yasin surətində 7 aya var. 7 sizə çox həm də bağlılığı var. Bağlı var, çox 7. Və ya da musiqide 7 not var, və ya da dünyanın 7 möcüzəsi. Bunlar hamısı və ya da işığın 7 rəngi, Mendeleyev dövrüsündə 7-dir. Bunlar hamısı 7-ləri, rəqəmlərdə mən çox, məsələn, o rəqəmlərə çox pəsis edirəm. Deməli, Yasin mənim özünü yetişdirib, özü də qeyd edirlər ki, bədii ədəbiyyatla və maarifləndirici verilişləri, layihələri izləməklə, filmlər, elə bayaq biz o filmlərdən də danışdıq. Bugün kino günüdür, 2 avqust tarixi. Və elə mən də öz kitabımı deməli Yasin müəllimə hədiyyə eləmişəm. Bəli, mən çox fəxr edirəm ki, vaxtilə dəst etdim Vasif müəllim məsələn mənə kitab təklif etdi. Yəni mən çox qürur duyuram ki, bu kitabı mənə təqdim elədin. Çox sağ olun Yasin müəllim. Ondan sonra uğurların bol olsun, davamlı olsun Vasif. Çox sağ olun. Yasin biz sizi çox istəyirik həqiqətən də və söhbətimizə indi davam edəcəyik. Biz Yasin müəllimlə Göyçay gəzirik hal-hazırda və
Elə bu da bir məktəbdir. Burada Üç nömrəli məktəbin önündən keçirik və deməli Mən bu şagirdim, məni əzizim. Necəsən? Prezident təqaüdçü şagirdim. Bu da bir xoşbəxtlik ki, bu günləri mən rastlaşdım. bu oğlan kimdir? Bu Tərbiyyəniz olub. mən tərbiyəm olub, 5 il bunlara dərs demişəm. Məsələn, bu elə bir ki, riyaziyyatın bütün beynimi buna köçürmüşəm mən. Bu tibb institutunun tələbəsidir. Hal-hazırda. Hal-hazırda birinci kursda oxuyur, prezident təqaüdçüsüdür. Bütün Maşallah. institutun da deyək ki, fəxridir. Sağ olun, çox sağ olun. Mən həm də bütün Göyçəmizin fəxridir. Biz bununla fəxrliyəm ki, bu inanın bu ən böyük kadrlardan biri olacaq. Azərbaycanımızın fəxri olacaq. Mən buna inandım. Bu da bir təsadüf ki, məsələn, bax görsən yenə də çantasız gəzmir. bu sözümün təsdiqi budur ki, çantasız gəlmir. Hamısı kitabdır. Maarif Tibb Universitetində təhsil alırsınız. Neçənci kurs? Birinci kursu indi bitirdim. İndi ikinci kursda oxuyacağam artıq, gələn inşallah. Fakültə nədir? Müalicə profilaktika ingilis dilində. Bəli. Yasin müəllim hansı məktəbdə dərs deyib sizə? Mən 5 nömrəlidə oxuyanda Yasin müəllim mənə dərs deyib. Sonra mən 2 nömrəlidə təmayüz sinfi yaradılmışdı. Ona keçmək məcburiyyətində qaldım. Ona görə Yasin müəllimlə müvəqqəti deyək, məktəb olaraq ayrılmış olduq. Amma bizim yəni ayrılığımız bu deyildi də. Yəni biz sadəcə deyək sözdə ayrılmışdıq. Bizim həmişə ruhumuz bir yerdə olurdu. Biz həmişə Yasin müəllimlə gedirdik, eləyirdik. Məşğələlərdə onunla olurdu. Yəni biz Yasin müəllimlə yəni bizim aramızdakı əlaqə təkcə müəllim və yaxud da şagird əlaqəsi olmayıb da. Müəllim biz həm dost olmuşuq, həm baba-nəvə əlaqəmiz olub. Yəni biz ikimiz riyaziyyatı canı gönüldən yaşayırdıq bir-birini. Yəni Yasin müəllim, bu indiyə qədər tələbələriniz arasında maarif neçənci ola bilər ki, riyaziyyatı ən yaxşı bilənlərdən? Birinci. O dərəcədə yaxşıdır. Bəli. İkinci isə Moskva Dövlət Universitetinin deyək ki, bitirib, İbrahimov Günqar. İkinci oran bitirib, bir də Moskvada yaşayır. O böyükdür da yəqin ki, O əvvəlki tələbələrdəndir. Bu isə bu hər tərəfli olub da, bütün sahələrdən. Məntiqi çox qüvvətli bilib, həndəsən çox güclü bilib, hər tərəfli. Məsələn, bu 100 bala qarşı 100 bal toplayıb, hamısı maksimum riyaziyyatdan. Bəli. O isə elə bir şey toplayar, məsələn, deyək ki, 94 bal var belə. Və maarif daha çox yüksək ümidlər doğruldu. Yəni, bu elə bir şagirddir ki, biz həmişə bir yerdə bölüşürdük. Hər hansı bir çətin məsələmizin həllində mən bu yol yürütmüşsə, o başqa yol yürütdü. Görünmə cavabı eynidir. Mən onlarla nəfəs alırdım. Yeni yollar axtarılır. Yeni yol axtarırdım. Ona görə də bu gələcəyin ən qüvvətli həkimlərdən biri olacaq. İnanıram, özümə inandığım kimi inanıram ki, bu yəni bunun arzuları var, gəlir yavaş-yavaş. Biz onlarla fəxr edirik, əlbəttə. Nə gözəl. Bu çox gözəl bir münasibət gördüm. Müəllim və tələbə və o doğmalıq, Uğurlar diləyirik Maarif sənə. çox sağ olun, minnətdaram sizə. Sağ olun. Həmişə gəlib görürlər, görüşürük bizdə. Mən həmişə bütün bayramlarda gəlirlər, görüşürlər. Deyək ki, həmişə mənə deyək ki, arxa dururlar, dayaq olaraq. Məni qidalandırırlar, həmişə mənə. Müəllimləri axtarırlar. Müəllimləri axtarırlar dedə. Yəni mənim də Qozalda yaşlaşıb da. Bizim bir filmimiz var, Bizi Bağışlayın filmi. Orada Həsən Məmmədov çəkilib, o müəllimini axtarır. Gəlir illər sonra. Demək, hər dəfə axtarmaq lazımdır. Ona kim ki təhsil verib, savad verib. Çox sağ ol Maarif. Şad olduq. Təxmini görüşdən şad olduq. Sağ ol. Görüşərik Maarif inşallah. Sağ ol. Allah razı olsun. Allah əlbəttə biraz da məni duyğulandırdı Maarif məsələn. Çünki onlardan 5 il məsələn deyək ki, bütün riyaziyyatın demək əsasını öyrətmişəm ona. İndi özündə də orada görürəm ki, institut oxuyanda da həddən artıq lazım olur ona. Həmişə yaxşı sorağını eşidirəm ki, bəli. Məsələn, bu artıq siz fəxr edirsiniz ki, bu tələbə ümidlərə doğruldu. Bu illərim demək 8 nəfər 10 min şagirdi məşğul olmuşam, gəliblər. Onlardan 5 nəfəri 100 bal maksimum toplayıblar. 5 nəfəri. 11-i Bakıdan gəlib burada hazırlaşır. Məhəmməd oğlandı, babası ilə qalır. Qalansa Göyçəmizin hamısı fəxridirlər. Mən də onlarla yaşayıram, onlarla nəfəs alıram. Bilirəm ki, hələ ki lazım onda. Yasin müəllim, mənim bir deməli layihəm var. YouTube-da yayımlanır, şəxsi əşyalar. Orada həmişə bizim sənətkarlara, simvollara hamısını çəkmişəm. Və oradan maraqlı sonda suallar verirəm ümumiyyətlə. Amma o sualların hamısına da istəyirəm qısa cavablar alam. Xoşbəxtlik nədir sizin üçün? Xoşbəxtlik demək ki, ailənin, şagirdlərin, kollektivin deyək ki, hörmətini qazanmaq, olan sevgisini qazanmaqdır.
Bir də Allahın rızasını qazanmaqdır. Ən böyük Allahın rızasını, razılığını qazanmaqdır. Yaxşı əməllər, yaxşı iz qoyub getmək. Bu həyatda yaxşı iz qoyub gedirsənsə, onda xoşbəxtlik budur. Hamıya çalışmaq lazımdır, imkanlarını yaxşı eləmək, kömək eləmək. Bəs azadlıq nədir? Azadlıq demək, elə bir ki, sərbəst olursan, ədalətli olursan, o sənə ədalətli olmaq demək sənə sərbəstlik verir. Düzgün olmaq o sənə azadlıq verir. Düzgün olursansa, demək o azadlıqdır. Bəli. Fikirlərində də azadsan. Fikirlərində azadsan, hər şeydə azadsan da, düzgün olursansa, hər şeyə düzgün yanaşırsansa. Yəni hər şeyə deyək ki, olduğu kimi yanaşmalısan. Bəli. Və insanları da gərək yola vermə bacarasan da, həm də bağışlamağa bacarasan. Bağışlama bacarmaq. Bağışlama bacarmaq. O çox vacib məsələdir. Bir də mənə bir şey dedim, o gün də dedim yoldaşlardan ki, yəni o mən sözündən uzaqlaşın. Allah Taala'nın mən sözündən acığı gəlir. Çünki müqəddəs Quran-Kərimdə, Quran-Əzimdə deyir ki, mən bu kainatı biz yaratdıq. Bəli. Amma orada bir tək yerdə deyir ki, mənə ibadət edin, mənə səcdə eləyin. Amma biz o boyda ucu Tanrımız, bizi sevimli, əzimiz, Allahımızın əgər deyir ki, bizə deyir, mən demir axı. Buna görə də nə olursan ol, həmişə o məndən, mən də sözündən uzaq olmaq lazımdır. Mən və məncə sözündən. Mən bu həyatda ona görə xoşbəxtəm ki, Allah Taala mənə hər şey nəsib edir. Birinci, əlbəttə, o yaradıb bizi, ailəmizi yaradıb, bizə hər şey verib də, hər şey verib Allah Taala. Bundan başqa ən böyük gözəl Allahdır, gözəllər gözəlidir. Yeganə varlıqdır ki, yaradandır. İnsan inancı olmalıdır, inancı olmalıdır, bəli. Əlbəttə, yeganə varlıqdır ki, deyək ki, yaradandır, dildəndir, öldürəndir, təkrar yaradandır. Yeganə varlıqdır ki, Vasif, bu nemət və ruzi verəndir və bir də yeganə varlıqdır ki, bağışlayan, əf edəndir. Bağışlayan, bəli. Bağışlayan, əf edəndir. Əgər biz o yolla getmiriksə, biz onda əlbəttə, biz deyək ki, o yol tutmalıyıq. Mən həyatda ən böyük xoşbəxt olanım ki, dağını rahatam ki, mən Allah yol tutmuşam. Namaz da qılıram, oruç da tuturam. Həmişə ədalətli olmuşsunuz şagirdlərinizə qarşı. O da var. Mən o lazım ki, həmişə deyirəm ki, ədalətli olaq. Ədalətli olsa, onda biz xoşbəxtlik tapacağıq. Bəs həyat nədir sizin üçün? Həyat demək, yaxşılıq eləmək. Kiməsə yol göstərmək, düzgün yol göstərmək. Məsələn, elə bir ki, əgər yaşayırsansa, demək, yaşamaq üçün gərək əziyyət çəkməlisən. Məsələn, zəhmət çəkməlisən. Demək, zəhmət çəksənsə, əziyyət çəkmə həyat var da mənim üçün. Əgər əziyyət çəkmirsənsə, zəhmət çəkməsə həyat yoxdur burada. Həyat deyir ki, həyat gözəldir. Xüsusi o vaxt gözəldir ki, gərək hər bir insanın həyatında sevinç dolu hadisələr çox olsun. O da belə hadisələrdə mənim həyatımda çoxdur. Ona qədər mən yaşayıram. Həyata bağlıyam ki, yəni bu dünyada hər şeyi Allah Taala bizə verir. Yaxşı kollektiv, yaxşı ailə, yaxşı dost tanış. Amma Yasemin, həyatda həmişə hamar yollar da olmur, hə? Düz olmur, eniş yoxdur, çoxdur. Onu da gərək, onu mən təbii edirəm. Əgər eniş yoxdursa, o yaşamaq deyil. Əgər yaxşı gündə də, dar gündə də, çətin gündə də Allaha şükür etmək lazımdır. Mən həmişə şükür edirəm. Siz çətin günlərində Allah şükür etmək. Yasemin, çətinliklərdən necə məsəl üçün keçmisiniz gənc vaxtda? Səbr lazımdır, hə? Səbr lazımdır. Sonra dözüm lazımdır. Əziyyət çəkmək lazımdır ki, onda sən uğur qazanarsan da. Sən dözümlü olsan, səbirli olsan, çünki Allahın adlarından biri səbirdir da. Səbirdir. Yasemin, ölümə münasibətiniz necədir? Ölüm mənim üçün deyək ki, əgər bu dəqiqə məsələn mən ölümü məsələn deyək ki, xoşlayıram ki, Allahın o müqəddəs dərgahına tez qovuşum. Çünki məsələn onu mən sübh namazında yarım saat 40 dəqiqə Allaha dua edirəm. Allah Taala'la təmasda oluram. O qədər məndə daxili razı deyirəm Allah, mən də tez öz dərgaha qovuşdur. Yaşamaq istəyirəm. Yəni mən ölmə məsələn deyək ki, bu elə bir ki, o haqq dünyasına deyək ki, inanınız var. Mən çox inanım var. Amma yaşamaq da gözəldir də. Əlbəttə yaşamaq da gözəldir. Əgər gözəl işlər qoymusunuzsa və sizin tələbələriniz, şagirdləriniz hansı bir uğur əldə edirsə, bu sizi yaşatmalıdır. Buna görə də yaşamaq lazımdır. Yaşamaq lazımdır. Yəni mən ölümdən qorxmam da qətiyyən. Mən çünki o haqq dünyasına bir keçiddir də. Əsas dünya odur da, əbədi dünyada. Bu fani dünyada biz çalışmalıyıq ki, hər şey elə yaşayar ki,
o axirət dünyamıza deyək ki, qazana bilək də. Bəli. Günahlarımızı Allah bağışlasın bizi, əlbəttə, günahlar çəksin. Bəs bu gün gənclərə hansı tövsiyələri verərdiniz? Yəni onlar həyat qaydaları, necə yaşasınlar, nələr lazımdır, əxlaq, tərbiyə və yaxud da ki, başqa? Birinci deyirəm ki, o gənclərimiz deyirəm, İslam əxlaqına bürünsünlər. Birinci odur. Yəni Peyğəmbərimizin sünnətinə. İkinci, deyək ki, həmişə özlərində çox çalışsınlar. Mədəniyyətimizlə, tariximizlə, ədəbiyyatımızla, bizim bəli o cürə klassiklərimiz var. İstəyir Nizamisi, Füzulisi, Nəsimisi, istəyir Bəxtiyarı, istəyir Səməd Vurğunu, istəyir. Saymanla qutaran deyil burada. Onların deyək ki, əsərlərini oxusunlar, onların klassiklərin fərqi yoxdur. Onlarla oxusunlar, əziyyət çəksinlər. Əgər zəhmətə qatılacaqlarsa, onlar uğur qazanacaqlar. Hər şey zəhmətin başındadır. Zəhmətsiz heç nə alınmır. Məsələn, ən çox sevdiyiniz Azərbaycan filmi var? Bəli, əlbəttə. Bir neçəsinin adını çəkə bilərsiniz. Məsələn, bax, bir uzaq sahillərdə var. O olmasın, bu olsun var. Arşın malından var burada. Sonra gün keçdi. Sonra arxadan zərbədir. Məsələn, sonra keçdik, deyək ki, Nəsimidir, Dədə Qorquddur, bunlardır. Həm də bu filmlərdə tərbiyəvi məqamlar da çoxdur. Çoxdur, həddən artıq. Əlbəttə, o Rasim Balayevin o Nəsimidə yaratdığı rol. Bəli. Onlar poeziyaya münasibətiniz necədir? Sevirsiniz? Sevirəm, qulaq asmağı sevirəm. Ancaq qulaq asmağı. Deməyə sevirəm. Yox, demək sevirəm. Qulaq asmağı. Çünki mən o şəkildə deyə bilmirəm axı. Məsələn, o bədii qiraət biraz başqa sahədir. Başqa sahədir, hə. Ancaq istəyirəm ki, saatlarla o Bəxtiyar Vahabzadə şeir deyəndə istəyirəm ki, ona həmişə qulaq asım. Və yaxud da artistlərimizə Əminə Yusif qızı. Bəli. Və ya da Həsən Əbluç. Bəli. Onlar şeir deyəndə mən özümü unudurdum məsələn. Və ya da musiqiyə qulaq asmaq. Deyəm, muğamlarına qulaq asanda mən daxilən rahatlaşıram, beynim də, əsəblərim də sakitləşir. Sevdiyiniz bəstəkar var? Sevdiyim bəstəkar əlbəttə. Məsələn, kim daha sizin ruhunuza yaxındır? Biraz onu daha çox dinləyirsiniz. Bax, burada Emin Sabitoğlu məsələn daha yaxındır. Emin Sabitoğlu. Onun çox gözəl melodiyaları var. İstintaq filmində və s. Ölsən bağışla filmində. Bəli, onlar çox mənim ruhuma yaxındır onlar. Sevdiyiniz aktyor var? Rasim Balayevdir. Rasim Balayev çox sevirəm. Başlar da var ha. Birinci onun məsələn Rasim Balayev məsələn onun bütün igid rollarında qorxmaz. Bütün rollarda gedir. Hamısını eyni səviyyədə yaradır. Bəli. Tamam başqadır. Və ya da Adil İskəndərov. Bəli. Nəhəng. Və ya da Məlik Dadaşov. Bəli. Məsələn, onlar əl çatmaz. Onlar uludur. Yasmin, bu günləri məsəl üçün indi bəzən sorğu edirik o filmləri və o aktyorları tanımırlar. Sizcə ailədən başlamalıdır bu tanıtımı eləmək? Yəni bu necə olmalıdır? Valideyn bu filmləri göstərməlidirmi bugünkü nəslə? Bəli, birinci ailədən başlayır. İkinci aşağı sinif məktəblərdən başlamalıdır. Məktəblərdən təbliğat getməlidir aşağı sinifdən. İstəyir lap məktəb qədər tərbiyədən başlayır. Ona qədər də valideyn təbii ki. Valideyn bəli, ona üzərinə düşür. Valideyn uşaq bəli. Əlbəttə. Siz məsəl üçün bu metodları öz övladlarınız üçün etmisiniz? Etmişəm, görürəm ki, hamısı da sağ olsunlar ki, başını ucəliblər, hər şey bilirlər, tanıyırlar. İstəyir kinolar olsun, istəyir musiqi olsun, istəyir başqa sahələr. Həm müasir sahəni xoşlayırlar. Həm də onlara təbliğ etmişəm ki, klassikamızı, ədəbiyyat, musiqi, kino, hamısını gərək onlar bilirlər. Hətta bildiyimə görə Yasemin bir qızı qiraətlə, biraz şeiri zat şeiriyyatı sevir. İlahə Aslanova, o çoxdur, ədəbiyyatçıdır, poeziya həvəskarıdır, çoxlu tədbirlər keçirir. Rayon tədbirlərində həmişə onu dəvət edirlər. Keçən illər, əvvəlki illərdə, məsələn, görürəm ki, Dədə Qorquddur, Nəsimidir. Orada o cümlə illər keçirəndə Nəsimin 650 və ya da Dədə Qorqud və ya da Üzeyir Hacıbayevin musiqi günündə görüm onu dəvət edirlər, çıxır. O da mən fəxr edirəm ki, belə evlatlar yetişdirmişəm musiqi sahəsində, elm sahəsində inkişaf edirlər. Nəsimən, bu məktəb canınız ağrımasın. Bu məktəbdə ömür boyu burada çalışmısınız, fəaliyyət göstərsiniz. Arada evdə özünüzlə tək qalanda bu məktəbdən bəzi fraqmentlər yanınıza düşürmü? Hadisələr, xatirələr? Əlbəttə, həmişə yadıma düşür. Məsələn, şagirdlərimin, məsələn, deyək ki, birinci il dəfə gələndə hamısının təəccüblə mənə yanaşması. Məsələn, mən deyək ki,
direktor dedi ki, o sinif biraz çətin sinifdir, ola çətin. Amma mən o birinci gündən Dilini tapır. dilini tapdım, getdim, birinci ailələrə getdim, onlarla tanış oldum. Axırda elə oldu ki, həmin o 18 uşaqlar həmişə bir doğmalaşdıq. Tutandan sonra da mən həmişə axtarırdılar. İndi onların bəziləri dünyasılaşıb, bəziləri indi özündə də mənə əlaqə saxlayırlar. Bütün tədbirləri getirdik, Gəncə getirdilər. Dostluq münasibəti yarandı. Dostluq münasibəti yaratdılar. Yəni uşaqlarla birinci oldu. Və yaxud da onlar uşaqlar ki, qapıdan içəri girəndə onlar Yasin müəllim gəldi, Qasım yol verin, bizə elm öyrədəcək. Məsələn, əlbəttə, onlar bir yaxşı təsir. Və hətta müəllim yoldaşlardır, gələndə hamısı mənə hörmət eləməsi, həmişə mənə deyək ki, böyük kimi yanaşmağı, həm də mən də onların yolunu gözləmişəm, o müəllim yoldaşlarımı gözləmişəm. Bəs mən bir sual verim. Təhsildə, tərbiyədə, məsəl üçün müəyyən o deyirlər indi biraz bu şagirdlərə qarşı biraz başqa cür hərəkət göstərəndə artıq şikayətlər başlayır. Yəni sizcə tərbiyə, təlim məsələsində şagirdlər təzyiq olmalıdırmı? Güc faktoru olmalıdırmı, yoxsa bu sadəcə hansısa bir metodla olmalıdır? Təzyiq olmaz, güc olmaz. Yəni uşaq başa salmaq Güc olan yerdə qorxu da yaranır və o da əlbəttə yanlışdır. Biz 6 yaşına qədər bazı uşaqlarımıza deyir, nə deyirsə deyirik ki, baş üstə. Sonra deyirik ki, yavaş 6-cı onları tərbiyə edirik, öyrədirik, düz yola göstəririk. Deyir, təzyiqlə uşağı deyək ki, düz yola dəvət etmək olmaz, gücdən olmaz, mümkündür. Başa salmaq lazımdır. Bilməyəndə deyir, uşaqla görüşmək lazımdır, ailəsinə görüşmək lazımdır. Başqa yerdə tədbirlərdə aparmaq lazımdır. Elə gəlib, sən bilmirsən, sən pissən, çətin tərbiyə olunursan, yox. Mən özümüzə görürəm ki, yəni, hər şey müəllimin özündən asılıdır. Yəni, müəllim müasir həyatı da düzgün başa düşməlidir ki, yəni, cəmiyyət dəyişib də. Yəni, o cəmiyyətə yoğunlaşma bacarmalısın. Yeriyəndə şagirdlərlə də dil tapa biləsən, danışa biləsən. Yasin müəllimin metodu budur və o bu formada tələbələrlə həmişə yanaşır. Mən yenə deyirəm, onun cəza metodlarını mən bir saydım. Əslində orada heç bir təzyiq də yox idi. Məsələn, silgi yüz uzurmaq, nə bilim, get o filan fiquru düzelt gətir. Yəni belə ən böyük işgəncə idi də, o döyülməkdən də pis idi. Çox yatmayasan o mütləq. Görürsən, valideyn qoymadı yatmağa, deyir ki, atası deyir ki, mən çox sağ olun ki, mənim uşağım zəhmətə qatlaşdı, gözəllikdir, hamısı gözəllik yaratmaqdır. Deyirəm, əlbəttə, Allah Taala hər şey gözəllik yaratır. Demək, gözəllik yaratmaq əlbəttə ən böyük nemətdir bizə. Yasin müəllim, Yük filmi var, bizim Tağıyevlə bağlı filmdir, Nağıyev və Tağıyev haqqında. Orada bir dənə səhnə var, bu deməli şairlər yığışırlar, şeiriyyat gedir, orada söhbətlər gedir. Orada iki söz mənim həmişə yadımda qalıb, sizə bu fikrə münasibətinizi bilmək istəyəcəm. Orada deyir ki, biri o birinə sual verir, ölüm nədir? O biri cavab verir, doğuluş. Deyir, bəs söz nədir? Deyir, nöqtəsinə qədər deyilmiş həqiqət. Bu iki fikrə münasibətiniz necə? Sizcə belədirmi? Ölüm doğuluşdurmu? Bəli. Ölüm elə bir ki, əsl həyata deyək ki, keçiddir tabi. Yəni, axirət həyatına qədəm qoymaqdır da. Bəli. Bəs söz sizcə nöqtəsinə qədər deyilmiş həqiqət olmalıdır həmişə? Həmişə həqiqət olmalıdır. Əgər sözdə yalan varsa, o inandırıcı deyilsə, o sözdən çıxır orada elə bir ekam kimi. Məsələn, sizə qarşı yalan danışanları siz tez hiss edə bilirsiniz? Tez hiss edirəm. Mən orada, məndə bu hissiyat qüvvətlidir ki, o dəqiqə o yalan danışanda görürəm ki, məsələn, deyirəm ki, tutaq acı bir misal deyirəm. Məsələn, 2 dənə riyaziyyatdan cümlə deyirəm, 2 dənə səhv deyirəm. Hə. 2 dənə səhv deyirəm. O təsdiqlisə? O təsdiqlisə deyir, bu yalan danışır da. Yalan danışır. Orada o da var idi. Yasin mən, hə, o indi yalanlaşdı. Yasin mən, elə bir şey edirdiniz siz. Hə, 2 dənə cümlənin 2 dənə səhv deyirdim. O deyir, bu düzdür, bu düzdür. Görüm, onlar yalan danışırlar da. Deyirəm ki, həmişə sözü deməmişdən qalıb fikirləşmək lazımdır. Ruslar deyir ki, 7 ölç bir biz, Azərbaycan deyir ki, 100 ölç bir biz. Həmişə 100 ölçün bir biçin. Bəli. Sözü çatmamışsan qabaq deyil. Bəli. Sözü çatdınsa sən onun qulu olursan da. Bəli, bəli, bəli. Ona görə də gələn sözü 100 ölçü bir biçməlisən. Axır kimi deməlisən. Yasin müəllim, çox sağ olun. O qədər gözəl, xoş oldu bu görüş. Mən sizin 70 illiyinizi bir daha təbrik edirəm. Sizə can sağlığı arzulayıram və mənə gəlir ki, Yasin müəllim, yəni deyirəm, bütün zamanlarda ən məsuliyyətli müəllim olub, ən sevimli müəllim olub və onun, yəni deyirəm, bütün kənar məktəblər onun yanına gəlirdi, repetitor yanına və tələbələrə də xüsusi həssaslıqla yanaşırdı. Allah sizə can sağlığı versin, ömür versin. Nasıl, siz ki, saydınız, gəldiniz, məsələn, ən vaxt aldınız mən sizə. Siz saydınız, Allah sizi saysın, Allah kömək olsun. Sizə uğurlar arzu edirəm, bu layihədə uğurlarınız bol olsun. Çox sağ olun. Mən çox fərhliyəm ki, siz belə layihələr, cavanlar başlayıblar.
Bəli. Əlbəttə, bu davam etdirir, uğurlar olsun. Təbliğat da həm də biz tanıdırıq. Bəli, bəli, gördüyümdə gənclərdən məsələn Görüşürük. görüşdə gördüm ki, nə qədər məsələn onlar yaxşı təsir elədi. Bəli. Onların bəziləri də yer qədər tez-tez görüşəndə əlbəttə daha yaxşı nəticə verəcək. Bəli. Tez-tez görüşmək lazımdır. Bəli. Demək lazımdır. Ümumiyyətlə mən ümid edirəm ki, görüşdə davam etdirmək Yasin Əlbəttə, müəllim, inşallah, bəli, davamlı olsun əlbəttə. Çox sağ ol Yasin müəllim. Sizə də hamınıza sağ olun. Təşəkkür edirəm sizə. Minnətdaram. Sağ ol. Nəhayət, mən illər keçəndən sonra başa düşdüm ki, xoşbəxtliyin ən ali anı yaddaşa həkk olunmuş, keçmişlə indiki həyatın ecazkar əlaqəsidir. İtirilmiş uşaqlıq illəri ilə böyüklüyün əlaqəsi. Bu əlaqə yuxu ilə gerçəkliyin əlaqəsinə oxşar bir uyğunluqdur.